Dekabrın 16-sında yola düşən növbəti köç karvanı Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinə çatıb. Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 10 ailə 44 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə 41 nəfər köçürülüb. Sakinlərə evlərin açarları təqdim edilib. Təqdim edilmə mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, qaçqınların, məcburi köçkünlərin işləri üzrə dövlət xidmətinin, həmçinin ANAMA-nın nümayəndələri iştirak edib. Çıxış edənlər sakinləri qayıdış münasibətilə təbrik edib, yaşayış məntəqələrində yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. İndi öz vətənimizə gəlmişəm, sevinə-sevinə, belə çox həyəcan keçirəm, şükür deyirəm ki, öz vətənimizə gəldik, çıxdıq. Çox gözəl hisslərdir, hələ də inanmaq olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, əsgərlərimizə, hərbiçilərimizə can sağlığı versin. Allah prezidentimizi qorusun, çox şükür bu günə. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV, Xocalı.